Salam, hörmətli izləyicilər. Vətəndaşlar mənə sual verir ki, bəs pay torpağının vergisi artımı biz sosial yardım almaq istəyirik. Qabaq 8 manat ödəyirdik, indi nə qədər ödəməliyik? Və yaxud sual verir ki, 9 manat olub, 10 manat olub, 15 manat olub, nə qədər olub? Eyni zamanda vətəndaşlar sual verir ki, ən pensiyası artıbmı, müavinət artıbmı? Və bundan əlavə sual verirlər ki, ailəmizdə dünyasını dəyişən var, sosial yardım kəsə bilərmi? Bütün bu suallara mən hüquqşünas Seyidzadə cavab verəcəm. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun, hörmətli izləyicilər. Dəstək olaraq. Həm də mənə dəstək olun ki, ona görə ki, hörmətli izləyicilər, mən 50 şəxsən, 50 arabasındayam. İstəyən bir yer götürün, 50 dostlarımın hər işini satın, eyni zamanda hüquqi yardım göstərir. Bunun üçün də insanlardan pul istəmirəm. İstəyən sadəcə YouTube mənə ödəniş edəcəm. YouTube ödəniş edəməsi üçün də mənə heç olmasa ən az bir 40.000 bəyənmə lazımdır və 20.000 də abunə. Gəlin abunəni yığaq, hörmətli izləyicilər. Belə yenə keçəyəm mövzuya ki, torpaq vergisi nə qədər artıb. Qeyd edin ki, pay torpağın vergisi 5 hektara qədər, minimum əmək haqqının 5% qədər, yəni 20 manat artıb, belə deyək də, və 5 hektardan 10 hektara qədər minimum əmək haqqının 7% yarım qədər artıb, 7% 28 manat, yarım faiz 1 manat, 29 manat belə götürəkdir, hörmətli izləyicilər. Və 10 hektardan yuxarı artıb 12% yarım. Kimin pay torpağı varsa, hörmətli izləyicilər, nəzərə alın. 12% də belə deyək, minimum əmək haqqının 12% 48 manat, o da yarım 49 manat. Hörmətli izləyicilər, nəzərə alın, bu 10 hektardan yuxarı olduğu haldadır. O ki, qaldı əylən pensiyasına baxır, ondan məlumatını verən zəhmət olmasa, dediyim kimi videonu bəyənin və kanala abunə olun, dəstəksin, hörmətli izləyicilər. İndi qeyd edirəm onu. Əmək və əhalinin Sosial Müdafiə Nazirliyinin qaynar xətti çağırım mərkəzi birliyi məlumata görə deyir ki, bizdə hal-hazırda altından bağlı məlumat yoxdur. Amma dediyim kimi, mən özümdə birinci qrup əyirəm, əyir arabasındayım, mən də pensiyaya. Mən düşünürəm ki, altından hamısı həmişki kimi fevral ayında olacaq. O ki, qaldı müavinətlərin artırılmasına, yəni söhbət pensiyanın artırılmasına gəlirdi. İndi müavinətlərlə bağlı deyin ki, hörmətli izləyicilər, o cənab prezidentin sərəncamında olan bir şeydir. Amma pensiya sizin belə deyil, ödədüz kapitaldan, göstərdüz xidmətlərdən asılıdır. Yəni belə deyil, müavinət əvəyi birinci qrup, ikinci qrup, üçüncü qrup əvəyə verir, hansı ki işləmir. O dövlətin elədiyi bir yardımdır. Yəni dövlət istəsə artıra da bilər, istəsə artırmaya da bilər. Amma ki, pensiya belədir ki, orada əmək stajı nəzərə alınır, sonra pensiya kapitalı nəzərə alınır, hörmətli izləyicilər. Yəni bütün bu məsələ nəzərə alınır. Yəni siz də nəzərə alın. Və bir çox adamlar belə düşünür ki, mən 3-cü qrupa əylənsə, məsələn, 180 manat alıransa pensiya alıram və yaxud 220 manat 2-ci qrupa əylənsə alıransa pensiya alıram. Yox, o pensiyadır, o müavinətdir. Onu qatışdırmayaq, hörmətli izləyicilər. Əsas məsələdən biri də budur. Mütləq qaydadır ki, qatışdırmayaq. Sonunda bir daha sizdən xahiş edirəm, hörmətli izləyicilər. Mənə dəstək olun. Mən istəyən YouTube'dan pul yığım, bir yer götürün, orada həmi dediyim kimi əyri dostlarımın, əyşini sadaq, həmi hüquqi yardım göstərək. Bunun üçün də mənə yəni, abunə lazımdır, 20.000. Amma hazırda belə deyək, 5700 abunə var. Heç olmasa biz 4300 abunə yığaq, 10.000 sonra 20.000 sonra baxaq, hörmətli izləyicilər. Dəstək olaq bir-birimizə. İmkan daxilində, vacib məsələdən biridir. Bunu edək. Yəni, belə deyək, baxırsınız, zəng sual verirsiniz, hörmətli izləyicilər, mən də cavab verirəm. Amma ki, bəyənmə söhbəti yoxdur. Mən bilirəm ki, baxırsınız, bilirəm ki, bu videonun da özünə 1000-dən artıq adam baxacaq. Amma bəyənin o 20 nəfər, 30 nəfər. Bunu bir normal bəyənmə eləyək. Heç olmasa bu videoya mən şəxsən 2000 bəyənmə gözləyəm dostlar. Yəni 2000 bəyənməni edir, zəhmət olmasa. Və bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, bir məlumatın nəzərinizi çatdırmaq istəyirəm. Məlumat ondan ibarətdir ki, mənim YouTube kanalımda 1700-dən artıq şortla birlikdə videolarım var. İstər sosial yardım olsun, istər pensiya olsun, istər vərəsəyi olsun, istər mülkiyyətin bölünməsi olsun, istər digər məsələlər olsun, hamı qeyd olunub.
baxıb tanış ola bilirsiniz. Yəni pulsuzdur, hörmətli izləyicilər. Vaxtıca da dediyim kimi bəyənin, kanala abunə olun. Və onu da qeyd edin ki, əgər yox, fərdi qədərdən məsləhət istəyirsinizsə, qeyd olan telefon nömrəsini əgər saxlayın, subalazı səsindən WhatsApp-a göndərin. YouTube kanalına abunə olan şəxslər üçün telefon hüququ məsələsinin verilməsi və əyanın hüququ məsələsinin verilməsi 10 manatdır, hörmətli izləyicilər. Bundan da əgər ərzələrə yazıb e-mail, WhatsApp ünvanına göndərək, onlar da 50 manatdır. Buyurun, bu məlumatı nəzərdə çatdırır. Zəhmət olmasa dediyim kimi videonu bəyənin və YouTube kanalına abunə olun. İmkanınız varsa paylaşın, amma bilin ki, vaxtınız olmayacaq, heç olmasa bəyənin, hörmətli izləyicilər. Diqqətinizə görə sağ olun. Bəyənin və abunə olun. Birinci növbədə abunə sayını artıraq, hörmətli izləyicilər. Bir də kimin imkanı olsa kanala iyanə də edə bilər. Yəni yardım da göstərə bilər. Qeyd olunan kart nömrəsinə. Diqqətinizə görə sağ olun. Sağ olun.